Paşa Holding Abad tərəfindən icra edilmiş Quba Abad Factory istehsalat kompleksi və Şəki Abad Keramika və Tətbiqi Sənət Mərkəzi layihələrini dəstəkləməyə davam edir. Ümumilikdə Abad vasitəsilə artıq 672 ailə təsərrüfatına dəstək göstərilib. Paşa Holding Abad tərəfindən icra edilmiş layihələr Quba Abad Factory istehsalat kompleksi və Şəki Abad Keramika və Tətbiqi Sənət Mərkəzini dəstəkləməyə davam edir. Quba Abad Factory istehsalat kompleksində meyvə qurutma, süd və ət emalı məhsulları, qənnadı məmulatları, meyvə və tərəvəzlər emal edilir. Məhsullar burada qablaşdırılır, etiketlənir və satışa hazır vəziyyətə gətirilir. Bina Paşa Holdingin dəstəyi ilə təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. Orta aylıq hesablamalara əsasən kompleksdə 35 min manat dəyərində məhsul istehsal edilərək satış həyata keçirilir. Bizim ailə təsərrüfatında heyvandarlıqla məşğuluq. Biz öz yetişdirdiyimiz heyvandarlıq mallarımızı, ətlərini kəsib burada kolbasa istehsal edirik. Burada alma, armud, qarpız mürəbbəsi bişiririk, malina bişiririk, qurutma peşlərimiz də var. Göndəririk Bakıya satışa. Hissə verilmiş pendir hazırlayırıq, ağ pendir hazırlayırıq, mozzarella hazırlayırıq. 5 il bundan qabaq mən bunları eləyirdim, amma qustar şəraitdə, el şəraitində eləyirdim. Şəki Abad Keramika və Tətbiqi Sənət Mərkəzində isə keramika ənənələri qorunur, əl işi sənət növləri yaşadılır, müxtəlif çeşidli Azərbaycan gili dünyada tanıdılır. Şəkinin Avropa keramika marşrutuna daxil edilməsində mərkəzin xüsusi rolu olub. Şəki Xan Saray kompleksinin ərazisində yerləşən bina Paşa Holdingin dəstəyi ilə yenidən qurulub. Müxtəlif çeşidlə məhsullar hazırlanır. İstər klassik formalı işlər olsun, istər avangard formada işlər olsun. Burada hazırlanan məhsullar Abadın öz mağazalarına satışa çıxarılır və eyni zamanda korporativ sifarişlər qəbul olunur. Müəssisədə xalçaçılıq və digər sənətkarlıq növləri üzrə də təlimlər keçirilir. Mərkəzin birinci mərtəbəsində fəaliyyət göstərən hotel 24 nəfərə qədər qonağın yerləşə biləcəyi 8 otaqdan ibarətdir.